Çoxdan da görüşmürük. Bizə niyə? Durub yeməyi hazırlamalıyam. Hələ siz gedəndən sonra bir ton qabı yığılacaq, onları yumaq var. İndi hansı zəmanədir? Restoranlar dolu deyil setlərlə. Gedirsən, qarşına qoyurlar 40 çeşid yemək. Çay limitsiz, qiymətlər də ucuz. Səhər o qədər yemək yemiyorlar, çox deyil. Doğrudan. Heç düşünmüsünüzmü səhər çox yemək faydalıdır, yoxsa ziyan? Son bir neçə ildir səhər yeməyinə getmək ənənəsi formalaşdırmışıq. Bizi daha çox cəlb eləyən setlərdir ki, kollektiv görüşlər zamanı bu çox sərfəli olur. Setin tərkibindəki ingrediyentlər ayrılıqda sifariş olunduqda baha başa gəlir. Həmçinin səhər yeməklərinin qiyməti axşamkilarla müqayisədə daha ucuz təklif olunur. Bəs bir oturumda istehlak edilən müxtəlif dada və tərkibə malik məhsullar orqanizm üçün nə qədər faydalıdır? Qida mütəxəssisləri deyirlər ki, orqanizmin maksimum 2-3 çeşid qidanı qəbul etməsi məsləhətdir. Çeşid sayı çox olduqda mədə həmin qidalardan faydalı vitamin, mineral və lifləri ala bilmir. Orqanizm fayda görmür, yemək isə israf olur. Səhər süfrəmizdə yulaf əzməsi, bir neçə dilim glutensiz çörək, təbii dadlandırıcı olan bal, yumurta kimi məhsulların olması daha faydalıdır. Meyvə şirəsi isə mövsümi meyvələrdən çəkilməlidir. Yeməyin üstündən ardıcıl olaraq bir neçə stəkan çay içmək faydalı deyil. Ona görə restoranların çay limitsiz elanından həvəslənməyin. Qiyməti ilə yanaşı faydası da çox olmayan səhər yeməyi setləri. Siz səhərlər nə yeyirsiniz? Fikir və təcrübələrinizi bizimlə bölüşün.